Hicri qəməri təqvimi ilə bugün Zilqədə ayının 11-i, müsəlmanların 8-ci imamı Həzrəti Əbülhəsən Əli ibn Musa əleyhissalamın doğum günüdür. İmam Mədinə şəhərində dünyaya göz açıb. Anasının mübarək adı Ümmü Bənin, digər adı isə Nəzmə olub. İmam Rıza əleyhissalam Hicri qəməri təqvimi ilə 203-cü ildə 55 yaşındaykən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və bələhdirliyin ona həvalə edilməsindən sonra həyata keçirilib. Tarixşünasların məlumatına görə İmam Rıza əleyhissalam Xorasanda olarkən xəlifə Məmun tərəfindən təzyiqlərə məruz qalır. Bununla belə İmam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir. İmam Rıza əleyhissalam şəhid edildikdən sonra Tuz, hazırki Məşhəd şəhərində dəfn edilir. El açıp söylenir derdimiz var. Sen bize eyne derman Rıza can. Ya Rıza, ya Rıza, ya Rıza can. İsmi Şahin Khorasan Rıza can. Ya Rıza, ya Rıza, ya Rıza can. İsmi Şahin Khorasan Rıza can. İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız hesabsız zəvvar gedir. İslam alimlərindən Şeyx Saduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyilir. İmam Rıza əleyhissalamın sözlə kimisə narahat etməyini, kiminsə sözünü yarıda qoymağını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz. Süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə yemək yeyər. Gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar. Ata-babaları kimi o da gecə yarısı ərzağı çiyninə alıb yoxsul evlərə paylayardı. Bugün Azərbaycanda daxil olmaqla bir çox müsəlman ölkələrində İmam Rıza əleyhissalamın mövlud günü ilə əlaqədar mərasimlər keçirilir. Əziz müsəlmanlar, bayramınız mübarək. Oldu halim perişan Rıza'dan. Biz düşer gün ağa senden ari. Oldu halim perişan Rıza'dan. Ya Rıza, ya Rıza, ya Rıza can. Səbuhi Vaqifoğlu, Məmməd Ağa Vəliyev, İntiraz. Ya Rıza, ya Rıza, ya Rıza can. İsmi Şahin Khorasan Rıza can.